Adam ölüb qayıtmışdı. İlanqala kəndində Şebistərin ətrafında bir kişi yaşayırdı. Adı Hacı Nasir idi. Hər zaman tək qalardı. Nə telefonu vardı, nə televizoru, nə qonaqlığa gedərdi, nə də kimsə onun yanına gələrdi. Amma ən qəribə şey, gecələr cəmaata dediyi sözlər idi. Mən bir dəfə öldüm, qayıtdım, gələcəyi gördüm. Hətta bəzilərinizin ölüm tarixini də bilirəm. İllər boyu hamı fikirləşirdi ki, bu kişi dəlidir. Ta ki 1401-ci ildə onun dediyi 3 qəribə şey bir-bir baş verdi. Ən dəhşətlisi isə bu idi. O köhnə evin arxasındakı təndir bir gün böyük bir sirri açacaq. 3 ay sonra illərdir itib batmış bir qadının meyidi məhz o təndirdən tapıldı. Və o zaman Hacı Nasir yoxa çıxdı. Əgər Azərbaycanın gizli sirləri, bilinməyən hekayələri səni maraqlandırırsa, bu səhifəni mütləq izlə.